Marafonla bağlı suallarınızı cavablandırıram. Bütün sualları tək-tək yerləşdirib cavab verməkdənsə ümumi bir cavab vermək istəyirəm. Ona görə gəlin prosesin ən başından başlayaq. Marafon may ayının ilk həftə sonu keçirilir. Məsələn, keçən, yəni 2025-ci ildə 4 may keçirilmişdi. İl isə 3 may keçirildi bildiyimiz qədərilə. Əlbəttə ki, 3 mərhələlidir. Qeydiyyatdan keçirsiniz. Qeydiyyatınız qəbul olunduqdan sonra müsahibə mərhələsinə çağırılırsınız. Müsahibədən keçdikdən sonra isə təlimə dəvət olunursunuz. Sonra isə könüllü olaraq fəaliyyətə başlayırsınız. Qeydiyyatdan necə keçmək olar? Nə bilək ki, qeydiyyat nə zaman açılıb? Bunun üçün isə Volunteers və Baku Maraton səhifəsini izləməyiniz kifayətdir. Səhv etmirəmsə, marafondan 1 ay yarım, 2 ay əvvəl açılır qeydiyyat könüllülük üçün. Bu zamanda əlbəttə ki, həm post olaraq, həm də story olaraq sizə məlumat verilir. Amma əlavə məlumat üçün mənim səhifəmdə izləyə bilərsiniz. Qeydiyyat açılsa mütləq story olaraq səhifəmdə qeyd eləyəcəm. İkinci ən çox soruşulan sual isə yaş həddi idi. 17-29 yaş arası şəxslər könüllü fəaliyyətində rahatlıqla iştirak edə bilər. Əlavə olaraq bir nüansı qeyd edim ki, əgər siz Bakı marafonunda marafon könüllüsü olaraq iştirak etsəz, RIB könüllüsü olma şansınız artır. Mən özüm də 2024-cü ildən bəri RIB könüllüsü olmuşam. Bir çox fəaliyyətlərdə iştirak eləmişəm. Bir də çox adam məndən soruşub ki, siz finişdəydiniz, startdaydınız, hansı bölgədəydiniz? Bu sualların cavabını tapmaq üçün səhifəmə keçid edib marafon vloqunu izləməyiniz kifayətdir. Orada hansı komandadan, hansı ərazilərdə fəaliyyət göstərdiyimi qeyd eləmişəm. Diqqətlə izləsəz görəcəksiniz. Ödəniş haqqında suallar var ki, yəni fəaliyyətdən sonra hər hansısa bir ödəniş olunurmu? Xeyr uşaqlar, bu bir könüllü fəaliyyətidir. Yəni könüllü olaraq iştirak edirsiniz. Bunu deyim ki, fəaliyyət boyunca 2 dəfə qidalanma ilə təmin olunursunuz. Yəni bizdə 2 dəfə olmuşdu. Bu da vloqumda var. Bu sualları yazanlar desəm vloquma baxmayanlardır. Əlavə olaraq da həqiqətən əziyyətimizi qiymətləndirən hər birinə çox təşəkkür edirəm. Diqqətiniz bizim üçün hər şeydən önəmlidir. Mənim ilk marafon təcrübəm olmasına baxmayaraq mən həqiqətən bu prosesi çox bəyəndim. Çox əyləndim də bu proses boyunca. Bir daha qatılaramı, qatılmaramı? O sualın cavabı da vloquma yerləşdirmişəm. Sonra necə bir video görmək istəyirsinizsə, video məsləhətlərinizi şərh bölməsinə qeyd edə bilərsiniz. Bu günlük bu qədər.